Hə, sən də elə bir vaxt gəlir çatır ki, nəysə bir şey edəcəyini bilmirsən elə. Saatlarla oturursan, düşünürsən, quru-quru getmir yenə. Gözlərin yol çəkirən, xəyala gedirsən, keçmiş travmaları fikirləşirsən, yaxud gələcəyi planlarını qurmaq isə olmur, riskli olmur. Çünki əksər insanlar keçmişi üstünə bir xətt çəkə bilmirlər. Bu sənin səhvindir, yaxud sənə edilən səhvdir. Və sən ən azından gələcəyə bir hədəfə baxmalısan. Amma baxa bilmirsən. Bunun üçün nə etməlisən? Bir toparlanma fazası var da, bir məqsəd götürürsən, ancaq ona doğru gedirsən. Məsələn, şəxsi karyera, iş, yaxud ciddi bir münasibət. O addımdan sonra gələcək. Yoxsa belə durduq yerdə yox. Həyat həmişə bir addımın üstündə qurulur.